Salam. Bugün 2025-ci il Güvən Nəşriyyatının nəzəri çıxın 5.5 bölməsinin izahına baxacağıq. Birinci sualda deyir ki, kalsium karbonatın parçalanma reaksiyasına əsasən 500 qram kalsium karbonatdan 4 mol karbon qazı alınarsa, məhsulun çıxımını hesablayın. Bunun üçün əvvəlcə kalsium karbonatın parçalanma tənliyini yazırıq. Və biz tapaq görək biz 500 qram kalsium karbonatdan neçə mol karbon qazı ala bilərik? Tapırıq ki, biz 500 qram kalsium karbonatdan 5 mol karbon qazı ala bilərik. Amma biz 5 mol almamışıq. Biz 4 mol almışıq. Onda belə çıxır ki, biz 100% nəticə əldə etməmişik. Yəni 5 mol 100%dir. 4 mol x%dir. Bu da eləyir 5'də 4, yəni 80%. Cavab A variantı. İkinci sual. Eyni tipdədir. Bu səfər deyir ki, 400 qram əhəng daşının parçalanmasından 67,2 litr karbon qazı alınarsa, yenə 400 qramdan neçə litr karbon qazı ala bilərik? Hər 100 qramdan görürük ki, 22,4 litr alırıq. 400 qramdan 89,6 litr karbon qazı ala bilərik. Yəni 89,6 litr alsaydıq, bu elə 100% edərdi. Amma biz 67,2 litr almışıq. Onda belə çıxır ki, 100-dən aşağı nəticə əldə etmişik. 4'də 3, 100-ün də 4'də 3'ü 75%. Yəni ikincidə cavab D bəndi. Üçüncü sual. Reaksiya üçün sinkesin kütləsi götürülmüşdür. 388 qram. Alınan sinkonun kütləsi və tənlik də verib bizə. Deyir ki, 388 qramdan alınan sinkonun kütləsi x qramdır, amma məhsulun çıxımı 75%dir. Biz tapaq görək 388 qramdan neçə qram sink oksid ala bilərik? 81 sink oksidin emeridir. 97'də sink esin emeridir. 324 qram biz sink oksid ala bilərik maksimum. Lakin bizə deyir ki, məhsulun çıxımı 75%dir. Yəni biz 324 qram sink oksidi 100% ilə əldə edərdik. 75% dediyinə görə hesablayacağıq. 324'ü 3'ə vurub 4'ə böləcəyik. 81. Bundan bu gedir. 81. 81'də 3'ə vuranda 243 qram. Yəni cavab A variantı. Növbəti. Dördüncü. Yenə əslində birinci ilə dördüncü eynidir. Sadəcə burada qrafaya salıbdır. 500 qramdan 4 mol alıbsa, təbii ki 500 qramdan biz 5 mol alardıq. 4 mol almışıqsa, demək ki 20% əksiz nəticə əldə etmişik. Yəni 500 qramdan 5 mol alırıq. Bu 100%dir. Əgər 4 mol almışıqsa, artıq 100 yox, 80% nəticə deməkdir. Yəni dördüncü Y variantı. İndi 5-ciyə baxırıq. Natrium nitratın parçalanma reaksiyası vermişdir. 5 mol natrium nitratın parçalanmasından 80% çıxıma neçə litr oksigen alınır? Tənlikdən görsənir ki, 2 mol natrium nitratdan 1 mol oksigen qazı alınır. 5 moldan isə 2,5 mol oksigen qazı alarıq. Amma bu 100% nəticə deməkdir. Lakin bizə 80% nəticə deyir. Bu da 2 mol. Lakin litrlə ifadə etdiyinə görə 44,8 litr götürüləcəkdir. 5'də cavab C. 6-cı sual. Amonyakın alınma tənliyidir. Bizə deyir ki, 67,2 litr azot reaksiyasından, reaksiyaya tam daxil olanda 61,2 qram amonyak alınmışdır. Tənlikdən görsənir ki, 1 mol azot reaksiyaya girib, yəni 22,4 litr. Və bu zaman 2 mol amonyak
Yəni 22,4 litr azot reaksiya girəndə 34 qram amonyak ala bilərik. İndi 67,2 litrdən bəs nə qədər alarıq? Hesablasaq buradan x edəcək 34 vur 3. 102 qram amonyak ala bilərik. Amma biz 102 qram almamışıq. 102 qram 100%dir. 61,2 qram x faizdir. Buradan hesablayacağıq. 61,2'ni 100'e vurub 102'ye bölürük. Burada da cavab edəcək 60% B bəndi. Yeddinci sual. Eyni sualdır, sadəcə molla veribdir. Tənlikdən görsənir ki 22,4 litr azot reaksiya girmişdir və 2 mol NH3 əmələ gəlib. Lakin 67,2 litr azot reaksiya girərsə neçə mol amonyak əmələ gələr? Biz tapırıq ki, əgər biz 67,2 litr azot sərf etsək, onda 6 mol NH3 almış olardıq. Yəni 100% nəticə olaraq. 6 molumuz 100%dir. Lakin biz 6 mol almamışıq. Bizə deyir ki 3,6 mol amonyak alınıb. Bu neçə faiz deməkdir? Bu da elə 60% nəticə deməkdir. 7-də də cavab B bəndi. 8-ə baxırıq. 8-ci sualda kalsium karbonatın parçalanmasından 75% çıxımla əmələ gələn CO2'nin kütləsi verilmişdir. 75% ilə 33 qram CO2 əmələ gəlirsə, 100% ilə neçə qram CO2 alınır onu hesablayırıq. Bu edir 44 qram. Yəni bu hesablamanın nəticəsi bizə 44 verir. 3 ilə 33 gedir 11. 11 də 4'ə vuranda 44 qram. 44 qram karbon qazı alırıq. Bizə deyir ki, götürülmüş kalsium karbonatın kütləsini hesablayın. Biz bilirik ki, bayaq da dedik ki, hər 100 qram kalsium karbonatdan 1 mol karbon qazı, yəni 44 qram karbon qazı alınır. Əgər biz 44 qram karbon qazı almışıqsa, demək götürülmüş kalsium karbonat 100 qramdır. 8'də də cavab B variantı. 9-cu sual. 101 qram kalium nitratın parçalanmasından 80% çıxımda neçə mol oksigen qazı almaq olar? Tənliyi yazmağa ehtiyac yoxdur. Görsənir ki 2 mol kalium nitratdan, kalium nitratın da birinin kütləsi 101'dir. 2 vur 101 qramdan 1 mol oksigen qazı alınır. 101 qramdan neçə mol oksigen alınacaq? X bərabər 0,5 mol oksigen. Aha, bu 0,5 mol 100% çıxımladır. Lakin bizdən 100% çıxımda soruşmur. 80% çıxımda soruşur. Hesaplasanız bu da edəcək 0,4. Cavab Y variantı. 10-cu sual. Piritdən SO2'nin alınması prosesini vermişdir. Bir dənə piritdən 2 mol SO2 alınır. Və bizə deyir ki 5 mol piritdən 5 moldan 75% çıxımla alınan SO2'nin miqdarın. 1 moldan 2 mol SO2 alınır. 5 moldan da təbii ki 10 mol SO2 alınacaq. Amma bu 10 mol 100% ilə hesablamadır. Lakin bizə 75% ilə nəticə istəyir. 75% ilə artıq 7,5 olacaq. 10-cuda da cavab C variantı. 11-ci sual. Karbondan CO almışdır. CO-dan isə CO2 almışdır. Və deyir ki, hər bir reaksiyanın praktiki çıxımları verilmişdir. Birincidə praktiki çıxım 80% verilibdir. İkincidə isə praktiki çıxımı bizdən soruşur. Və deyir ki, ilkin götürülən karbon 10 mol, alınan karbon qazı isə 6 mol olsa X hesabla. Bunun üçün nə edirik? Əvvəlcə kömürün dəm qazı alınması ilə nəticələnən yanma tənini yazırıq.
Və bizə burada göstərir ki, ilkin götürülən karbon 10 moldur. Aha, 10 mol. 10 moldan nə qədər CO ala bilərik biz? Elə 10 molda CO ala bilərik. Lakin 80% çıxımla deyir. Yəni yazacağıq ki, 10 mol CO-nu 100% ilə alırıq. 80% ilə dediyinə görə artıq biz bunu 8 mol qəbul edəcəyik. Yəni birinci tənlikdə biz əldə etdik 8 mol dəm qazı. Sonra deyir alınan CO2 isə 6 mol olubdur. İndi ikinci tənliyi yazırıq. Dəm qazı oksigenlə reaksiya girib karbon qazına çevrilir və alınan 6 mol olubdur. 6 mol olubdur. Bunu yadımızda saxlayaq. Biz bilirik ki, bizim birinci tənlikdən 8 mol dəm qazımız var. 8 mol. 8 molda karbon qazı almaq üçün əmsallar eynidir. Və yaxud da lap bura X yazıb, belə də hesablasaq, yenə biz tapacağıq ki, buradan 8 mol CO2 almalı idik. 8 mol CO2. Yəni 8 mol alsaydıq, bu olardı 100%. Amma biz 6 mol almışıq. Onda belə çıxır ki, biz 100% nəticə əldə etməmişik. 8 100%dirsə 6 X% hesablasaq, bu da eləyəcək 75%. Yəni 11-də cavab A. İndi 12-ci suala baxırıq. 5 mol piritdən X% çıxımla N mol SO2 və 75% çıxımla da 6 mol SO3 alınmışdır. Piritdən SO3-ün alınma prosesinin sxemi və çevrilmələrin praktiki çıxımları verilmişdir. X və N-i tap. Bunun üçün biz nə edirik? 5 mol piritdən demək, burada 2 dənə məhsul var. 5 mol piritdən X% çıxımla N mol alınıbdır. Ona görə də biz bu hissəyə hələ baxmırıq. Biz əvvəlcə bir məhsulla işləyirik. N mol SO2-dən 75% çıxımla 6 mol SO3 alınmışdır. Onu tapırıq. Biz bilirik ki, bir dənə SO2-dən bir dənə SO3 alınır. Yəni 75% çıxımla əgər 6 mol almışıqsa, 100% çıxımla biz nə qədər ala bilərdik? 8 mol. Aha, 8 mol SO3 almaq üçün biz elə 8 mol da SO2 götürməliyik. Çünki nə qədər SO2 sərf ediriksə, o qədər də SO3 alırıq. Artıq biz N-i tapdıq. N oldu 8 mol. Baxın, bax bu da N. Sonra İndi birinci tənliyi yazıram. Deyir 5 mol piritdən X% çıxımla N mol. Artıq N-i bilirik də 8 mol. İndi biz bilirik ki, bir dənə piritdən də 2 dənə SO2 alınır. Yəni 1 mol piritdən 2 mol SO2 alınır. 5 moldan biz almalıydık 10 mol. Çünki 1-ə 2 alınır axı. Yəni 10 mol alsaydıq, bu bizim 100% nəticəmiz olardı. Amma biz 10 mol almadıq axı. Biz N mol aldıq. N-i də 8 tapmışıq. 8 mol neçə faiz çıxım deməkdir? Bu eləyir 80%. Yəni biz X-i da tapdıq 80%. N-i tapdıq 8. X-i tapdıq 80. Cavab oldu D bəndi 12. İndi 13-cü suala baxırıq. Yenə kalsium karbonatın parçalanması verilmişdir. 500 qramdan 80% çıxımla. Birinci sualda biz bunun hesaplamasını aparmışıq. Amma burada biraz başqa şey soruşur bizdən. Əmələ gələn bərk qalığın kütləsini soruşur. Biz bilirik ki, kalsium karbonat parçalananda kalsium oksid və karbon qazı ayrılır. Və hər 100 qram parçalananda 44 qram karbon qazı uçur, 56 qram bərk qalıq qalır. Hər 100 qramda. 500 qram deyirsə, artıq 500 qram üçün, amma 80% çıxımla. 500-ün 80%-in tapırıq. Bu edir 400. Yəni bizim təmiz məhsulumuz 400-dür. 400 qramda əmələ gətirir 4 dənə kalsium oksid.
4 dənə kalsium oksid 224 qram eləyir. 224 qram kalsium oksid əmələ gəlir və burada bizə deyir ki, əmələ gələn bərk qalığın kütləsini, axı bu başlanğıcda bu 500 qramın hamısı parçalanmayıbdı, 400-ünü parçalamışıq, 100-ü qalıbdı. 100 qram da kalsium karbonat qaldığına görə onu da toplayırıq. Yəni 224 qram kalsium ilə 100 qram kalsium karbonat. 2 dənə bərk maddəmiz qalır da, elə bilin ki, başlanğıcdan artıq qalan və əmələ gələn maddə. Bu da cəmi eləyir 324 qram. Orada da cavab Y variantı. 14-cü sual. 14-də deyir ki, maqnezium karbonatın parçalanması verilmişdir. Eyni ilə kalsium karbonat kimi parçalanır. Maqnezium karbonat bərk qalığın kütlədən asılılığı qrafikini əsasən məhsulun çıxımını tapın. Bizə göstərir ki, maqnezium karbonat 420 qramdır. Bax, görürsünüz, azalaraq 244 qalır. Biz bilirik ki, hər 84 qram maqnezium karbonat parçalananda 40 qram qalır, 44 qram isə uçub gedir. Elə bilin ki, hər dəfə 84 qram kalsium karbonatı parçalayanda baxıb görür ki, 40 qram qalır da bərk qalıq. Uçub gedən 44 qramdır. Burada da göstərir ki, azalan kütlə 420-dən 244-ə çıxanda 176 qramdır. Aha, 176 qram demək artıq 84 qram kalsium karbonat parçalanmayıbdır. Biz tapaq görək nə qədər kalsium karbonat, maqnezium karbonat parçalananda kütlə 176 qram azalır. Buradan aydındır ki, 84 qram əgər 44 qram azalırsa, 176 qram azalanda onda maqnezium karbonat 4 dəfə çox götürülmüşdür. Daha doğrusu burada 4 qalır. 4'ü 84'e vuranda 320, 4 dəfə 4'ünde 16. Bir dəqiqə 84 vur 4. 336, bəli. 336 qram maqnezium karbonat demək ki, parçalanıbdır. Bizə deyir ki, faizi hesablayın. Biz bilirik ki, 420 qram 100%'dirsə, 336 isə x faizdir. Buradan x bərabərdir 80%. Cavab oldu 14'də A bəndi. 15-ci suala baxırıq. 15'də də yenə Sink-S'in yanma zamanı bərk qalığın kütləsi. Sink-S'in yanma tənliyini yazırıq. Bərk qalıq Sink-S'lə Sink-O'dur. Əmsallaşdırsaq da olar. Əmsalsız da yazsaq burada uyğun gələcək. İndi bunun izahına baxaq. Biz bilirik ki, bərk qalığımız əvvəlcə Sink-S'dir, sonra oldu Sink-O. Fərqi yoxdur, ikini nəzərə alsaq da olar, hər tərəfdə var deyə, nəzərə almasaq da uyğun gəlir. Burada Sink-S'in kütləsi 97-dir, Sink-O'nun da kütləsi 81-dir. Baxırıq ki, azalan miqdar 16 qramdır. Yəni, hər 97 qram Sink-S yananda 16 qram azalır. Kütlələrin fərqi qədər. Burada baxırıq ki, qrafikə 388-dən düşdü oldu 340 qram. Yəni, azalan miqdar 48 qramdır. Əgər 16 qram azalanda 97 qram Sink-S yanırsa, bəs 48 qram azalmada nə qədər Sink-S yanmış olacaq? 3 dəfə artıracaq, çünki azalan miqdar 3 dəfə dəyişibdir, artıbdır. Yəni, 3 dənə 97 yanıb da bu reaksiyada. 3'ü 97'ye vururuq. 291 edir, səhv etmirəmsə. 291. 291'i də bölürük 388'e vururuq 100'e. Çünki faiz, məhsulun faizini hesabladıyır. 291 x faizdir, 388 100%'dir. Bunu da hesablasaq 75% edəcək. 15. İndi 16'ya baxırıq. 16'da
Kalsium karbiddən asetilin alınmışdır. Yəni adi suda həll etməklə alınır. Əmsal yoxdur deyə biz elə reaksiyanı verdiyi kimi də işləyə bilərik. Birinci mərhələdə praktiki çıxım 80%-dir. İkinci mərhələdə isə 75%-dir. Bunu özü vermişdir. 6 mol kalsium karbiddən nə qədər aldehid alınır? Biz bilirik ki, bir dənə kalsium karbiddən bir dənə asetilin alınır. Yəni 1 moldan 1 mol alınır. 6 moldan da 6 mol alınacaq. Amma burada göstərir ki, praktiki çıxım 80%-dir. Yəni 6-nı 100% qəbul edirəm. 80%-ni tapıram. Bu eləyir 4,8. Sonra İkinci reaksiyanı yazırıq. Asetindən asetaldehid alınmışdır. Burada da əmsalları eynidir. Yəni 1 moldan 1 mol alınır. 4,8-dən biz elə 4,8 almalı idik. Əgər praktiki çıxımız 100% olsaydı. Yəni 4,8 100%-dir. Lakin bizə deyir ki, praktiki çıxım, baxın, ikincidə deyir 75%-dir. Aha, hesablayıram 75%-i. Bu da 4'də 3, 4,8'i 4'də 3'ə vuranda 3,6-dir. Yəni cavab oldu 16-da A bəndi. Nəhayət sonuncu 17-ci sual. Amonyakın alınma tənliyi verilmişdir. 12 mol hidrogendən amonyakın alınma tənliyini yazırıq. 12 mol hidrogendən 6 mol amonyak alınarsa praktiki çıxım hesabla. Biz hələ tapaq ki, 12 moldan neçə mol amonyak ala bilərik. Demək, biz hesablayırıq ki, buradan 12 vur 2, 24, 3'ə böləndə 8 mol amonyak ala bilərdik. Yəni 100% nəticəmiz 8 moldur. Lakin biz 8 mol almamışıq, 6 mol almışıq. Onda belə çıxır ki, biz 100% nəticə əldə etməmişik. 8 100%, 6x faiz isə buradan x bərabər 75% olacaq. 17-də də cavab 75%. 5.5 yəni nəzəri çıxın bu qədər. İnşallah qarşıdakı dərslərdə bütün testlərin izahına hər bölməni bölmə izah etməyə çalışacağım. Şərhlərdə irad və təkliklərinizi yazmağı unutmayın. Sağ olun.